Allahın qəzəbinə gəlmişlər və yolunu azmışlar kimlərdir? Haqqında danışılan ayədə bu iki dəstənin bir-birindən ayrılması onu göstərir ki, bunların hər biri ayrıca qrupa şar edir. Bu iki dəstənin arasında hansı fərqin olması barədə üç fikir mövcuddur. Bu iki ifadənin Allahın qəzəbinə gəlmişlər və yolunu azmışlar ifadələrinin Quranda işlədildiyi ayələrdən belə nəticə əldə edilir ki, Allahın qəzəbinə gəlmək yolunu azmaqdan daha pisdir. Başqa ifadə ilə desək, yolunu azmışlar adi azğınlardır. Allahın qəzəbinə gələnlər isə inadkar azğınlar və yaxud münafiqlərdir. Buna görə də bir çox ayələrdə Allahın qəzəbi və lənəti onlara aid edilmişdir. Nəhl surəsinin 106-cı ayəsində deyilir: Kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə atsa, Allahın qəzəbinə düçar olar. Başqa bir ayədə belə deyilir: Allah özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların möminlər üçün arzu etdikləri, xoşagəlməz hadisələri təkcə onların özlərinin başına gəlir. Allahın onlara qəzəbi tutmuş, rəhmətindən uzaqlaşdırılmış və cəhənnəmi onlar üçün hazırlamışdı. Ora nə pis aqibətdir. Fəth surəsi 6-cı ayə. Deməli, Allahın qəzəbinə gələnlər öz küfürlərindən əlavə həm də tutduqları yolda inadkarlıq edir, haqqa qarşı çıxır, hətta imkan düşdükdə peyğəmbərləri incitməkdən belə əl çəkmirlər. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.